Goranboy rayon icra hakimiyyətinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işsiz və iş axtaran şəxslər üçün əmək yarmarkası keçirildi. Goranboy rayon Olimpiya İdman kompleksində keçirilən əmək yarmarkasının açılış mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirildi, xalqımızın ümumilli lideri Heydər Əliyevin və Respublikamızın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev yarmarkanın açılış mərasimində çıxış edərək, ölkədə sosial-iqtisadi inkişafın və regionlarda həyata keçirilən dövlət proqramlarının yeni məşğulluq imkanları yaratdığını bildirdi. Prezident Cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işsiz və iş axtaran şəxslərin işlə təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğuladı. Gəncə Daşkəsən Regional Məşğulluq Filialının müdiri Elməddin Qurbanov çıxış edərək, əmək yarmarkalarının əhəmiyyətindən, işə götürənlərlə birbaşa ünsiyyətin vətəndaşların əmək bazarına inteqrasiyasına verdiyi töhfədən danışıb. Daha sonra tədbir iştirakçıları yarmarka ilə tanış olub. Qeyd edək ki, yarmarkada 21 müəssisə üzrə müxtəlif sahələr istiqamətində 210 vakansiya təqdim olunub. Yarmarkada iştirak edən şəxslərə vakansiyalar üzrə iş öhdəlikləri barədə ətraflı məlumat verilib, müraciət edən şəxslərin CV-ləri qəbul edilib və uyğun namizədlərin qeydiyyatı aparılıb. Tədbirdə həmçinin işsiz və iş axtaran şəxslərə agentliyin aktiv məşğulluq istiqamətləri və müraciət qaydaları barədə də məlumat verilib, müraciət etmək istəyən vətəndaşlarla ilkin sorğular aparılıb.